Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bazar gününə olan hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında avqustun 2 ayda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən günün xəbərlərinə verilən məlumata görə mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 isti, gündüz 29-34 isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündüz 34-39 isti, dağlarda gecə 15-20 isti, gündüz 23-28 isti olacaq.